Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turaj İbrahimovayam. 4 fevral Ümumdünya Xərçəng günüdür. Bugün bizə erkən diaqnozun, dəstəyin və insan həmrəyliyinin vacibliyini xatırladan gündür. Dünyada getdikcə daha çox insan xərçənglə mübarizə aparır. Bu mübarizə ortaq bir məsuliyyətdir. Sağlam bir insanın müntəzəm müayinələri xərçəngin erkən aşkarlanmasına və müəyyən edilməsinə kömək edir. Qadınlarda bu döş, uşaqlıq boynu və endometriumu əhatə edir. Kişilərdə isə prostat və s. Gürcüstanda tez-tez pulsuz müayinə və testlər aparan skrininq mərkəzi var. Testlər Marneolidə daxil olmaqla bölgələrdə də mövcuddur. Onkomarkingin aparıldığı laboratoriyalarda var və bəzən MRT tədqiqatı da aparılır. Bütün bunlar heç bir simptomu olmayan sağlam insanlar üzərində aparılır. Nəticədə onkoloji xəstəliyin erkən mərhələsi aşkar edilir. Belə hallarda insan tamamilə sağalır. Son illərdə xərçəngönü və xərçəng xəstəliklərinin ilkin mərhələdə vaxtında müalicəsi müşahidə olunur. 12-13 yaşdan sonra qızlarda hormonal pozğunluqlar varsa, onda ağrısız və sadə bir prosedur, skrininq aparılmalıdır. Ölkəmizdə səhiyyə mədəniyyəti çox aşağı səviyyədədir. Düzgün məlumat yaymaq lazımdır. Bu mövzuya olan marağınız üçün təşəkkür edirəm. Həm qadınlarda, həm də kişilərdə xərçəng heç bir simptom və ya ağrı olmadan da irəliləyə bilər. Yalnız son mərhələdə qaraciyər və ya oynaqlar artıq sıradan çıxdıqda bizə müraciət edirlər. Halbuki müayinə və testlər çox asan və pulsuzdur. Kümokadli Regional İdman Klubunun 2 illik fəaliyyətinin nəticələri barədə həmkarlarım Kristina Drulevi və Leyla Xarşiladzenin süjetini izləyək. 2024-cü ildə Georgi Şinçiqaşvilinin təşəbbüsü və dəstəyi ilə qurulan Kümokadli Regional İdman Klubu bu ili yeniliklərlə başlayır. Judo ilə yanaşı klub ustad dərslərinə sərbəst güləş, boks və qarışıq döyüş sənətlərini də əlavə edib. Gənclərin müasir idman zalında hər gün pulsuz məşq edə bilmələri ilə yanaşı, müxtəlif idman növləri üzrə titullu idmançılarla ustad dərsləri keçmək imkanı da var. Bu da gənc nəsil üçün əlavə stimul və motivasiyadır. Kümokadli bölgəsinin idman klubu layihəsi davam edir. Onu biz 2 il əvvəl başladıq. Bugün Rustavi şəhərində multifunksional idman zalımız var. Burada çox uşaq məşq edir. Bugün həm də judo üzrə birləşmiş məşqlər keçirilir burada. Onu Avropa və dünya çempionu Avtandil Kençadze keçirir. O idmançılarımıza böyük stimul verir. Burada bizim boks və qarışıq döyüş sənətləri zalımızda var. Bu zalda yerli uşaqlar və gənclər məşq edirlər. Klubumuza titullu idmançı Amiran Babinaşvili daxil oldu. Ona uğurlar arzulayıram. 2 ilin tamamında deyə bilərəm ki, layihə uğurla davam edir. Bizim artıq ölkənin judo üzrə qadın yığmasında, həm də kişi yığmasında uğurlu idmançılarımız var. 2 ildir Kümokadli klubunda məşqlər davam edir. Georgi Şinçiqaşvili onun əsasını qoydu və çox gözəl nəticələr var. Hazırda məşqçilər sırasında artım da var. Sərbəst güləş, qarışıq döyüşlər, boks və judo üzrə Avropa ilə dünya çempionları bizim məşqçilərdir. Bu isə uşaqlarımız üçün çox əhəmiyyətlidir. Hazırda Rustavidə miqyaslı məşqdəyik. Burada titullu məşqçilərimiz var. Onlara dəstək üçün təşəkkür edirik. Hazırda Avropa kubokuna hazırlaşırıq. Mən məşqlərə daim qatılıram. Yarışlarda da tez-tez iştirak edirəm. Bilirəm ki, yarışlarda həm qalib ola bilərəm, həm məğlub olaram. Məğlub olanda üzülmürəm. Düşünürəm ki, daha çox məşq edib, növbəti dəfə qalib ola bilərəm. Yeni gələn uşaqlara da dəstək oluram. Bu il Avropa və dünya çempionu Avtandil Kençadze idman klubunun böyük ailəsinə qoşulub. O, klubun regional toplantılarında təcrübələrini gənc nəsillə bölüşəcək. Kençadzenin sözlərinə görə uşaqların həm böyük əzmi, həm də gələcəkdə uğurlu idmançı və çempion olma üçün real imkanı var.
Bu kluba bu gün qatıldım. Məqsədim təcrübələrimi gənclərlə bölüşməkdir. Georgi Şinçiqaşviliyə təşəkkür edirəm. Onun rəhbərliyi ilə bu zal inkişaf olunur, inşa olundu. Mən daim onların yanında olacağam. Uşaqlar çox həvəslidirlər. Avropa və dünya çempionlarını gördükcə daha həvəslə məşq edirlər. Cüdo və sərbəst güləşdən sonra idman klubuna boks və qarışıq döyüş sənədləri də əlavə edildi. Müvafiq infrastruktur yaradılıb, müasir avadanlıqlarla təchiz olunub ki, bu da yeniyetmələrə müasir standartlara cavab verən mühitdə pulsuz məşq etmə imkanı verir. Bir neçə ay əvvəl idman kompleksində MMA üzrə döyüş arenası yaradıldı. Bu maraqlanan insanlara real mühitdə məşq etmə imkanı verdi. Köyməkarti Regional İdman Klubunun MMA komandası hazırda Gürcüstan çempionatında yarışmağa hazırlaşır. Mənim məşqçilik etdiyim qarışıq döyüş yenilikçi idman növü sayılır. Demək olar ki, futboldan sonra ən məşhur idman növüdür. Tələbat da çoxdur. Topuria, Dvalishvili kimi nümunələrimiz var. Onlar gənc nəslə nümunələrdir. İdman xidməti, şəxsən Georgi Şinçiqaşvili bizə dəstək olur. Təşəkkürümüzü bildiririk. Mən boks üzrə məşqçiyəm. Burada bir ildir məşqlə məşğulam. Uşaqlar bir neçə yarışda yer alıblar. Gözəl nəticələr də var. Bu zalda uşaqlar üçün yaxşı şərait yaranıb. Fevralın 21-də burada açıq ringimiz olacaq. Sonra Gürcüstan çempionatına hazırlaşacağıq. Qubernatora da diqqətinə görə, bizə vaxt ayırıb gəldiyinə görə təşəkkür edirəm. Bir ildir idmanla məşğulam. Gürcüstan çempionatının qalibi oldum. 5 gərgin qarşılaşmam oldu. Yığmaya üzvəm. Hazırda böyük həvəslə Avropa çempionatına gedirəm. Bu il Olimpiya həkimi və Gürcüstan İdman Tibbi Assosiasiyasının prezidenti Zurab Kaxabrişvili klubun idmançılarına tibbi və rasional qidalanma üzrə məsləhət xidmətləri göstərəcək. Klubun 2 illik fəaliyyətini gözdən keçirmək üçün Köyməkartinin dövlət nümayəndəsi İlya Calağaniya, müavini Avtandil Cirqişvili və Rustavi şəhər merinin müavini Otar Tatalaşvili ora baş çəkdi. Görüşdə bir daha qeyd edildi ki, idman gənclərin zehni inkişafının əsas istiqamətlərindən biridir. İdman sahəsinin inkişafı çox əhəmiyyətlidir. Bugün sizə baxdıqca görürəm ki, çox həvəslə bu işlə məşğulsunuz və öhdəsindən gəlirsiniz. Bizim millətin ümumiyyətlə qanında var güləşmək, mübarizə aparmaq. Ona görə də ölkəmizin bu qədər çempionu var. Əminəm ki, siz də gələcəyin çempionlarısınız. Ola bilsin, hər kəs Olimpiyada çempionu olmasın, amma sağlam həyat tərzi çox əhəmiyyətlidir. Biz də öz növbəmizdə daim arxanızdayıq və sizə dəstəyik. Köyməkarti Regional İdman Klubu hazırda təxminən 700 idmançını bir araya gətirir. Onlara müasir mühitdə tamamilə pulsuz müxtəlif idman növlərini mənimsəmək üçün unikal bir fürsət təqdim edir. Bu həftə dünyada kitab həftəliyi qeyd olunur. Marneulidən gənc ədəbiyyatçı sujetimizdə. Onun üçün söz sadəcə mətn deyil, oxucu ilə sıx əlaqə yaradan düşünülmüş özünü ifadə yoludur. İlk dəfə 8 yaşında yazmaq istədiyini anlayırdı. Şeirlər, romanlar və eskizlər yazır. Poeziyası səmimiyyətlə və insanı ən çox incidən və narahat edən suallarla doludur. Dediyim kimi 8 yaşından şeirlər yazmağa başlamışam. Bu kitabı isə dərk edərək yazırdım. Öz yazdığımı oxudum. Oxuduqdan sonra şeir olduğuna qərar verdim. Ondan sonra şeirlərim yığıldı. Marneuli bələdiyyəsi mənə kömək etdi. Mədəniyyət evində təqdimatım oldu. Bu mənim üçün hadisə idi. Sanki uşağım olmuşdu. Çox sevinirdim. Sonra yol davam etdi. Qoqi üçün yazı azadlıqdır, düşüncənin səs tapdığı bir məkandır. Sükut səs-küy salmağa başlayır və deyilənlər yeni həyat alır. Bəzən yazmaq üçün uyğun yer də olmur, uçur gedir. Beynimə şeirlər bəzən elə gəlir ki, qələm almağa, telefonu əlimə almağa imkanım olmur. Şeir bitəndən sonra
onu köçürmək istəyirəm, amma haradan başlayacağımı unuduram. Bəzən də yazmaq əhval-ruhiyyəsində oluram. Yazıram. Bəzən isə uzun vaxt keçir, yazmaq istəmirəm. Vaxt olur ki, il yarım, 2 il heç nə yazmamışam. Sonra hamısı birdən gəlir. Mənə elə gəlir aramızda Dostoyevskilər, Vaşapşavelalar, Aleksandr Qazbekilər, Mozartlar çoxdur. Yəni başqa-başqa profillərin insanları sadəcə olaraq bu bacarıqlarını gəlişdirmək fikrinə düşməyiblər. O insanlar bacardıqları istedadlarını unudurlar. Yazan zaman tək qalmaq istəyirəm, özümlə tək qalıram, onda yaza bilirəm. Mane olan olanda maraqlı alınmır. Şeir və poeziya fərqlənir, amma bir-birinə doğmadır. Mənim yazdığımı oxuyan adam başa düşürsə, mənə xoşdur, başqa da heç nə gözləmirəm. Atam rəhmətə gedəndən 2 il sonra bu kitabı nəşr etdim. Atama həsr etdim. Bir kitab var, dəfələrlə oxuyuram. Exupery'nin Balaca Şəhzadə kitabı. 3 ayda bir dəfə bu kitabı hər kəsə oxumağa məsləhət görərdim. Hər dəfəsində yeni bir şey kəşf edəcəklər. Oxumağı sevdirən kitabdır. Hamımız kitab oxumamaq üçün bəhanələr gətiririk. Amma hər kitab insana nələrsə qatır, onu təmizləyir. Kitab oxumağa xərclənən vaxt boş vaxt deyil. Rəqəmsal dünya əsl oxucu və yazıcı üçün acizdir. Kitab həftəsi bütün həvəskarlara sözün canlı olduğu və inkişaf etməyə davam etdiyi ən azad məkana tez-tez qayıtma imkanı verir. Tbilisi Baş Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş şəxsi və 1987-ci il təvəllüdlü İran vətəndaşının müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması, satışının asanlaşdırılması və həkim resepti olmadan narkotik vasitələrdən qanunsuz istifadə ittihamları ilə saxlayıblar. Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Və salam hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.